Yoldaşlar, belə bir sualın izahına baxırıq. Bu sual daha əvvəllər bir neçə dəfə dövlət qulluğu imtahanına düşüb. Ona görə diqqətli şəkildə sualın izahını izləyin. Ola bilər ki, sabahçı imtahanda da qarşınıza çıxsın. Deyir ki, kubun bütün üzləri göstərilib. Yəni bunlardan başqa kubun görsənməyən bir üzü yoxdur. Kubu atarkən verilmiş üç fiqurdan ibarət kombinasiyaların, hansı ki, bunlardır. Üç fiqurdan ibarət kombinasiyalar, bunlar. Hər birinin fiqurların ardıcıllığı gözlənməklə, yəni ardıcıllıq gözlənmək nə deməkdir? Birinci bu düşsün, ikinci bu düşsün, üçüncü bu, yaxud bu birlərdəki kimi. Yığılma ehtimalını taparaq, ən böyük yığılma ehtimalı ilə ən kiçik yığılma ehtimalının nisbətini müəyyənləşdirin. Yığılma ehtimalı demirək, kub yığ. Deyir, yəni bu kombinasiyanın yığılması üçün ehtimal nədir, yaxud bunun yığılması üçün ehtimal nədir? Eyni zamanda da digərləri üçün. Bunların ən böyüyünün ən kiçiyinə olan nisbətini tapdıyır. Ehtimal nədir? Ehtimal əlverişli imkanların ümumi imkanları olan nisbətidir. Ehtimalla bağlı belə deyim, bir deyim deyim sizə. Tutalım ki, zər atılır. Zərin neçə üzü var? Zərin 6 üzü var. 6 üz var. Düzdür? Hansı üzlərdir? 1 nöqtə olan, 2 nöqtə olan, 3 nöqtə olan, 4 nöqtə olan, 5 nöqtə olan, 6 nöqtə olan. Mənim ümumi imkanlarım neçə dənədir? Ümumi imkanlarım 6 dənədir. Yəni, zər atılanda üstə bu üzlərdən biri düşəcək. Onda mən məxrəcə yazıram 6. Sürətə nə yazıram? Mən tutalım ki, deyirəm ki, üst üzə 6 düşsün. 6 rəqəmi üstə düşsün. 6 rəqəminin üstə düşmə ehtimalı nəyə bərabərdir? Yoldaşlar, burada neçə dənə 6 nöqtə olan üz var? Kubun neçə dənə 6 nöqtə olan üzü olur? 1 dənə. Bir dənə. Onda mənim Altıda əlverişli bir. imkanım 1-dir, ümumi imkanım 6-dır. 6 üzünün üstə düşmə ehtimalı 6-da 1-ə bərabərdir. Başa düşdük? Başa düşdük bunu? İndi məsələ nədir? Tutaq ki, qəpik atılır. Qəpikdə xəritənin düşmə ehtimalı. Qəpiyin 2 üzü var, xəritə isə onun bir üzündə var. 2-də 1-dir qəpikdə xəritənin düşmə ehtimalı. Aydındır? Başa düşdük? Bəli. Əlverişli imkanların ümumi imkanlara nisbətidir, ehtimal. Bunu başa düşdük. İndi bu kubun bir üzündə 4 köşəli ulduz var, bir üzündə 5 köşəli ulduz var, bir üzündə 6 köşəli ulduz var. Keçirik bu bir üzlərə. Burada da 6 köşəli ulduz var, 4 köşəli ulduz var, 4 köşəli ulduz var. Deməli, bu köşələri ardıcıllıq bu formada yazsam, 4 köşəli ulduz 3 dənədir. 5 köşəli ulduz 1 dənədir. 6 köşəli ulduz 2 dənədir. İndi atılan formada birincini analiz edirəm, birincini. 4 köşəlinin düşmə ehtimalı nə qədərdir? 4 köşəlinin düşmə ehtimalı nə qədərdir? 6 dənə üz var, 6 dənə üz var, müdaxilə eləmin özüm deyəcəm. 3 dənəsində 4 var. Deməli, bunun düşmə ehtimalı 6-da 3-dür. 2-də 1 də yaza bilərəm, fərqi yoxdur. Ardınca 6 düşmə ehtimalı. Əgər ardıcıl ehtimallara baxırıqsa, 2 zərə atırıqsa, bu halda ehtimalları vurmaq lazımdır. Yəni, mümkün vəziyyətləri, ehtimalları müəyyənləşdiririk, onları bir-birinə vururuq. 6 düşmə ehtimalı nə qədərdir? 6 2 dənə özündə var, amma ümumi 6 üzü var. Yazıram, 6-da 2. Bir də vurulsun. 5 düşmə ehtimalı nə qədərdir? Bir dənə özündə 5 var, ümumidə 6 dənə özü var. 6-da 1. Bunları ixtisar edərək bir ədəd tapacam. Məsələn, bu 6 ilə bu 3-ü ixtisar edirəm, burada qalır 2. Bu 2 ilə də bu 2-ni ixtisar edirəm, burada qalır 1. Məxrəcdə oldu 36, sürətdə oldu 1. Deməli, bu kombinasiyanın yığılma ehtimalı 36-da 1-ə bərabərdir. Başa düşdük? Keçirəm indi ikinciyə. İkincidəki kombinasiya nədir? 4 düşmə ehtimalı dediyi nəyə bərabərdir? 6-da 3-ə. 5 düşmə ehtimalı bərabərdir 6-da 1-ə. Təzədən bir də 5 düşmə ehtimalı 6-da 1-dir. Hamısını bir-birinə vursaq, bu 6 ilə bu 3-ü ixtisar apararam, burada qalar 2. 6, 6-nın 36, 2-yə vuraram, elə 72. İndi mənim sizə bir sualım var. Hansının baş vermə ehtimalı daha yüksəkdir? Birincinin yoxsa ikincinin? Birincinin. Birincinin də biri 36-ya bölsən böyük ədəd olar, 72-yə bölsən təbii ki 36-ya bölsən. İndi gəlin üçüncü kombinasiyaya baxaq. Üçüncü kombinasiyanın alınması üçün
nə etməliyik? Hamısı 4-dür. Bu ən rahatıdır. Yəni 6-da 3 vurulsun 6-da 3. Başqa mı nəsə problem var? Bir dəqiqə gözləyin. 6-da 3 vurulsun 6-da 3. Bunların hamısını ixtisar eləsə, bunların hamısı 2-də 1-dir. 2-də 1. Mən prosta 6-da 3 yazıram ki, siz aydın görəsiniz ki, nəyi yazmaq istəyirəm, nəyə görə 6-da 3 yazmışam, 2-də 1. 3 dənə 2-də 1 də bir-birinə vuranda edir neçə? 8-də 1. Düzdür? Ardınca baxıram, 4-cü kombinasiyanın yığılması üçün ehtimalın neçə olduğuna. Birincisi oldu 6-da 3. İkincisi oldu. Neçə? 6-da 6 düşməyə nə idi? 6-da 2. 6'da 2. 6'da 2. O da vurulsun, yenə 6-da 3. Bunları ixtisar eləsəm, 2-də 1. Bunları ixtisar eləsəm, 2-də 1. Bu 2 ilə bu 2-ni ixtisar eləsəm, burada qalar 1. 6 2-ni neçə edir? 12. Bu oldu 12-də 1. Mənə deyirdi ki, ən böyük ehtimalın ən kiçik ehtimal, bircə dəqiqə toplayaraq, taparaq deyir. Ən böyük yığılma ehtimalı ilə ən kiçik yığılma ehtimalının nisbətini müəyyənləşdirir. Ama Cavab 8'de 8'de 1'i bölü 72'de 1'e o da 7. 72'de bir de. 8-də 1 ən 9. böyük ehtimaldır. Tələsməyin. 8-də 1 ən böyük ehtimaldır. Biz 8-də 1-i, mən elə bildim tərsini deyir. Böləcəyik. Ən kiçik ehtimal hansıdır? 72-də 1. Düzdür? Ən kiçik ədəd dedik ki, 1-i 72-yə böləndə alarıq. Böləcəyik 72-də 1-ə. Bu adi kəsirin bölünməsi də bilirik ki, nədir? Birinci kəsir olduğu Dokuz. kimi qalır. İkinci kəsirin Evet. sürət və məxrəcinin yerini dəyişirik. 1-də 72 yazırıq. 72 də yaza bilərdik də, yəni. Aydın olsun deyə belə yazıram. Burada da qalır neçə? 9. Yuxarıda 9 qaldı, aşağıda hər yerdə 1 qaldı. Deməli, bunun ehtimal nə imiş? Nisbətləri nəyə bərabər imiş? 9-a bərabər imiş. Cavabım oldu D variantı. Sabahki imtahanda düşə bilər, ona görə diqqətli şəkildə bunu analiz edin. Dəfələrlə videonu çevirib bir də baxa bilərsiniz. Başa düşdük? Bu qədər bu sualın izahından.